bu 2 həftə ərzində tərəflər arasında təkcə silahla deyil, həm də informasiya müharibəsi gedir. Hər tərəf özünü super güc kimi, geniş imkanlara malik tərəf kimi göstərir. Əlbəttə ki, Amerika kimi böyük bir qüdrətli ölkənin silahlı qüvvələri, hərbi büdcəsi, potensialı İranla müqayisə oluna bilməz. Bunun üstünə İsraili də gəlsə, bunun üstünə Səudiyyə Ərəbistanının da hərbi potensialını gəlsə, amma qüvvələr nisbəti əlbəttə ki, İranın xeyrinə deyil. Biz bunu çox gözəl bilirik. Amma gəlin açıq deyək ki, yəni bu günləri Trump'ın səhər saatlarında mən bir açıqlamasını oxudum. Biz qələbə çaldıq, biz qalib gəldik. Düzünü desəm, Trump hər gün yeni fikirlərlə dünyanı mat-məətəl qoyur. Yəni, bilirsiniz, Trump'ın elə bəyanatları olur, Trump'ın elə açıqlamaları olur ki, dünyanın ən təcrübəli siyasətçiləri, ən təcrübəli jurnalistləri də bəzən onun nə demək istədiyini çox çətin tuta bilirlər. Əvvəla bu 2 həftə ərzində İranın raket potensialı məhv edildimi? Əlbəttə ki, yox. İran bugün də səhər saatlarında həm İsrailə, həm Səudiyyəyə, həm Amerikanın hərbi bazalarına deməli ayrı-ayrı yerlərdə zərbələr endirməkdə davam edib. Əgər bu məhv edilibsə, Amerika tərəfindən qələbə qazanılıbsa, bəs bu zərbələr nədir? Və gördüyümüz kimi İran tərəfi də müqavimət göstərir. İran tərəfi də deməli həm Pentagonu zəiflətmək üçün, yəni öz istiqamətində, döyüş teatrı olan istiqamətdə, həm də ki müəyyən deməli hazırki mərhələdə vəziyyətə uyğun olaraq prosesi aparmaq üçün addımlar atır. Belə götürəndə əlbəttə ki, yenə də qeyd eləmək istəyirəm ki, qüvvələr nisbəti əlbəttə ki, İranın xeyrinə deyil. Amma bu o demək deyil ki, İran artıq təslim olmaq haqqında düşünür. İndi bilirsiniz, aktiv şəkildə həm İran tərəfi bəyan edir ki, Amerika danışıq istəyir, həm Amerika tərəfi etiraf eləməsə də biz görürük ki, Amerika üçün də, yəni bilirsiniz, Trump'ın qarşıdakı həftələrdə Çinə səfəri gözlənilir və Çinə səfər öncəsi Trump'ın belə bir yekun nəticə ilə Xi Jinpinglə görüşünə getməsi lazımdır və o nəticədə hələ təəssüf ki, hasil olunmur və onun olunacağı da görünmür. Və açığını deyim ki, Trump'la vitse-prezident arasında çox dərin fikir ayrılığı var. Yəni Vance-la Trump arasında bu yaxın şərqdəki müharibə ilə bağlı dəhşətli dərəcədə fikir ayrılıqları var, dəhşətli dərəcədə deməli narazılıqlar var və bu narazılıq da günü-gündən dərinləşir. Və bunu da qeyd etməyi vacib bilirəm ki, Trump deməli keçən il yanvar ayında and içmə mərasimindən sonra deməli onun 3-cü dönəmə də prezidentlik iddiası, fikri, istəyi, hətta mən də yəni bu fikri səsləndirirdim ki, düzdür, Amerika Konstitusiyası buna imkan verməsə də, amma Trump buna can atır. Bunun müxtəlif yollarından biri Vance prezident olur, sonra Trump vitse-prezident kimi vəzifələri icra eləməyə başlayır. Yəni prezidentin vəzifələrini icra eləməyə istəyir, amma görünən odur ki, indi son məlumat ondan ibarətdir ki, Vance-la olan fikir ayrılıqları fonunda indi deməli Donald Trump Rubio ilə Vance arasında seçim etmək haqqında düşünür. İndi bu da yəni Ağ Evdən gələn məlumatlar sırasındadır. Bunu da bizim tamaşaçılarımızın diqqətinə çatdırmağı mən özümə borc biləm, ona görə ki, həqiqətən də deməli Amerika rəhbərliyində bu məsələdə müəyyən fikir deməli ayrılıqları var. Baxın, ötən günlərdə həm Amerika prezidenti, həm də deməli Hegseth, yəni İranın müdafiə naziri, Pentagon rəhbəri bəyan elədilər ki, biz bu gecə İrana ən dəhşətli bir gecə yaşadacağıq, az qala İranı
diz çöktürəcək, xatırlayırsınız siz şöhrət bəy də digər tamaşaçılarımız da, amma heç nə baş vermədi. Yəni İran ali dini liderini də seçdi, Möçtəba Xamenei. Düzdür, bugün İran rəsmən elan edib ki, o yaralanıb, hətta onun İran Xarici İşlər Nazirliyi onun deməli yaraları ilə bağlı, yəni sifətində olan yara, ayağında olan deməli xəsarət, bədəninin ayrı-ayrı hissələrində olan xəsarətlə bağlı rəsmi məlumat yayıb, amma görünən odur ki, İran deməli hələ həm Birləşmiş Ərəb Əmirliklərinə, həm Amerikaya, həm İsrailə müqavimət göstərməkdə israrlıdır və bu nə qədər davam edə bilər? Bilirsiniz, biz artıq bu günləri mən İsrailin Müdafiə Naziri İsrail Katz'ın deməli Livana ultimatumunu yəni oxudum. Yəni onun ultimatumu ilə tanış oldum. Və bu onu deməyə əsas verir ki, heç də söhbət uranın zənginləşdirilməsi, nüvə texnologiyalarının sıradan çıxarılması deyil. Burada daha dərin, daha belə deyək, uzaq gedən məqsədlər görünür. Ona görə də mən hesab eləyirəm ki, qarşıdakı günlərdə də tərəflər arasında bu hərbi çatışma, yəni hərbi qüvvələrin mübarizəsi davam edir. İlk günlərdə olan intensivliyi indi azalıb hər üç tərəfdən, belə götürəndə İran, Amerika və deməli İsrail tərəfdən. Amma bu o demək deyil ki, döyüş əməliyyatları başa çatıb və döyüş əməliyyatlarının başa çatmasını gözləmək lazımdır. İstər-istəməz, yəni gec-tez bu belə deyək də, bu müharibədə qalib olmayacaq. Nə İran öz məğlubiyyətini etiraf eləməyəcək, nə də ki, deməli, nə Amerikası, nə də İsraili, yəni bu, bilirsiniz, burada hərbi segmentlərlə yanaşı, burada daha çox siyasi məsələlər var da. Bilirsiniz, qarşıdakı aylarda Amerikanın, deməli, prezident və senat seçkiləri, o aralıq seçkilərdir. Konqresdə aralıq seçkilərdir, bəli. Bəli, aralıq seçkiləri var. Ona görə də indiki yəni İrandakı müharibə tam fərqli, yəni mənzərədir. Yəni Amerikanın özünün də hesablamadığı məsələlər oldu. Mən bunu digər platformalarda söyləmişdim və bu günləri bir daha onu qeyd eləmək istəyirəm ki, Amerika tutaq ki, yaxın şərqdə deməli İsrail-İran arasında davam edən bu belə deyək də münaqişədə öz diplomatlarının xeyli hissəsini heç yaxın şərqdən təxliyə eləməmişdi. Amma indi görünən odur ki, bu sarsıntılar artıq yaxın şərqə də yayılır və indi Amerika təcili qaydada deməli diplomatlarını yaxın şərqdən çıxartmaq deməli məcburiyyətindədir. İndi İranın hərbi infrastrukturu sözsüz ki zədə alıb, yəni zərbə alıb. Raket mərkəzləri, nüvə obyektləri indi hədəfə alınsa da görünən odur ki, tam sıradan çıxarılmıyor və bu proses hələ davam etdirilir. Yəni əgər Trump'ın və yaxud da ki Pentagon rəhbərinin sözlərinə inansaq, bu 2 həftə bundan əvvəl artıq İran necə deyirlər, ağ bayraq qaldırmaq vəziyyətində olub. Yəni ilk saatlarda, ilk günlərdə yəni Amerika, İsrail qüvvələri İranın hərbi infrastrukturunu, raket mərkəzlərini sıradan çıxarıblar. Yəni mən bugün bu Trump'ın açıqlamasına rəğmən yəni bu sözləri söyləyirəm. Amma görünən odur ki, İran raket buraxılış qurğularının əlbəttə ki, xeyli hissəsini itirib. Bu sir deyil. Yəni bu biz bilirik. Amma eyni zamanda əsas gücü sayılan balistik raketlərin də hələ deməli istifadəsini davam etdirir və ABŞ-la İsrail deməli qüvvələrinə müəyyən zərbələr vurur. Hətta bu günləri Amerika kimi qüdrətli bir dövlətin kəşfiyyatı İranın belə deyək, müdafiə potensialının tam şəkildə sıradan çıxmaması ilə bağlı deməli bəyanat verib. İndi baxın, görün, Hörmüz boğazı ətrafında tərəflər arasında bir söz dueli gedir, söz savaşı gedir. Yəni İran Hörmüz boğazını ətrafını minalayıb, hətta buna Trump da münasibət bildirmişdir. Bu bilirsiniz vacib
marşrutdur. Dünya neftinin 20%-dən çoxu yəni bu xətlə gəlib keçir. Amma bugün həyəcanlı xəbər indi səfərə hazırlaşdığı Çində də bir göstəriş oldu ki, Çin deməli neftin, qazın, bir də ki strateji neft-qaz məhsullarının ixracını dayandırır. Yəni xarici ölkələrə yəni satışını dayandırır. Çünki müəyyən yəni yaxın şərqdə yaşanan problemlərin fonunda Çin müəyyən problemlərlə baş-başa qalmasın deyə yəni bu addımı atır. Əlbəttə ki, Körfəzdə baş verənlər Çindən də yan keçmir, Rusiyadan da yan keçmir. Hətta qarşıdakı həftələrdə indi fikrimi yekunlaşdırıram. Qarşıdakı həftələrdə bunun ərzağa da, ərzaq qiymətlərinə də çox güclü təsiri olacağını yəni bir daha gündəmə gətirir. Və mən sizə deyim ki, bu baxıram görən Brent nefti dünən $100 artıq idi. İndi bu günləri $96 düşür. Yəni belə idi də, səhv eləmirəm. Ona görə yəni vəziyyət o qədər də ürək açan deyil. Yəni İsraillə Amerika arasında da bəzi məsələlərdə fikir ayrılıqları var və İsrailin Amerikanın davranışlarından dolayısı da müəyyən narahatçılıqları var. Ümumiyyətlə, yəni müxtəlif senarilər var şöhrətdə, müxtəlif planlar var, amma bu ən çox ehtimal olunan da odur ki, müharibə hələ bir müddət davam eləyəcək. İndi bəziləri deyir, martın 21-inə bu böyük ehtimalla yekunlaşacaq. Amma mən düşünmürəm, çünki hələ yaralar təzədir, hələ qarşıdakı dönəmdə bu deməli Livan məsələsi var İranla paralel olaraq. Yəni İsrailin indi Livana çağırışı var, Livandakı Hizbullaha deməli çağırışı var. Bu prosesdə İraqın və Suriyanın da belə deyək müəyyən qüvvələrinin belə deyək də hardasa iştirakı, yəni birbaşa da olmasa dolayısı iştirakları var. Ona görə siz qarşıdakı həftələrdə hələ müharibənin nə vaxt bitəcəyi mən inanmıram. Çünki indiki məqamda İran qisas hissi ilə yaşayır və bu qisas hissi də İranda hər kəsin dilindən yəni səslənir. Bir həftə ərzində Putinlə Pezişkyan arasında 2 dəfə təmas olub, telefonla təmas olub. Hələ biz başqa vasitələrlə, yəni başqa yollarla bu təmasların olmasını da yəni istisna eləmirik və müharibə gedir. Tərəflər arasında amansız müharibə gedir və bu müharibədə Rusiyanın da maraqlarına müəyyən belə deyək də dərəcədə zərbə dəyir. Çinin də maraqları burada zədə alır. Ona görə Çin bu prosesin içində Çini də mən görürəm. Rusiyanı da, yəni biz istəsək də istəməsə də onlar var. Hətta bir saat bundan əvvəl deməli özü müharibə vəziyyətində olan Rusiya İrana bizim Lənkəran vasitəsilə Lənkəran aeroportuna İl-76 təyyarəsi endi və oradan avtomobillərlə İrana yardım yəni yola salındı. Yəni Rusiya tərəfindən. İndi bilirsiniz, əvvəla yenə də deyirəm ki, Rusiya və Çin dolayısıyla bu proseslərin içərisində var. Hətta birbaşa mən deyərdim var. Çünki deməli Amerika qüvvələri ilə bağlı, sonra İsrail qüvvələri ilə bağlı böyük ehtimalla yəni Rusiya Federasiyası kosmosdan alınan o kəşfiyyat məlumatlarını İrana ötürür. Yəni bu bilirsiniz ötən günlərdə də onlar bunu xüsusilə vurğuladılar ki, biz strateji tərəfdaşlarımız olan İran İslam Respublikasına dəstək oluruq və açıq şəkildə bunu bəyan elədilər, açıq şəkildə bunu etiraf elədilər və görünən də oydu ki, Trump'ın birdən-birə Putinə telefon zəngi də yəni sıradan adi bir zəng deyildi. Nədən deməli indiyə qədər Putinə telefon açmayan, zəng etməyən Trump nədən birdən-birə deməli Putinə telefon zəngi etdi və onu indi bunu deməsələr də, amma mən sizə deyim ki, İran məsələsində Rusiya Amerikadan bir növ bir şifahi xəbərdarlıq alıb. Çünki mövqələrin bombalanması, gəmilərin
ateşə tutulması, bunlar hamısı İran tərəfindən müəyyən kəşfiyyat məlumatları əsasında həyata keçirilir və burada da heç kimdə sir deyil ki, bu deməli İran hərbiçiləri onlara verilən həm daxildən, həm də ki kənardan proksi qüvvələr. İndi mən bu müharibədə hesab edirəm ki, həm deməli Rusiya, həm də Çində olan müəyyən dairələr İrana dəstək olurlar ki, sonraki mərhələdə, onlar çox gözəl bilirlər ki, İran məsələsi bitəndən sonra Rusiya və Çin növbəti mərhələdə, indi düzdür, Kubanı bəyan eləsələr də, amma mən hesab edirəm ki, yaxın dönəmdə Rusiya məsələsi, Çin məsələsi də Amerika tərəfindən tədricən, mən demirəm, belə açıq formada və yaxud da ki, belə hansısa bir zor işlətmək yolu ilə, bu nə Venezuela deyil, nə belə deyək, Kuba deyil. Yəni buna Çin deyərlər, deməli BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvlərindən biri və yaxud ikisi Rusiya ilə deməli Çini nəzərə alsa. Ona görə mən hesab edirəm ki, bu qarşıdakı dönəmlərdə də onlar İranın müəyyən əllərindən gələn yeganə budur. Zaten bugün onlar İrana başqa bir dəstək də göstərə bilmirlər. Çünki əvvəla o hərbi imkanlar yoxdur. Bu bir. İkincisi də ki, yeganə edə biləcəkləri diplomatik kanallarla bu kəşfiyyat məlumatlarının ötürülməsi və yaxud da ki, müəyyən, necə deyərlər, alınan məlumatların təhlili və proqnozunu, yəni İran tərəfə çatdırmaqdır. Biz bilirik, yəni bunu heç zaman gizlətməyiblər və elə ötən günlərdə də hər iki tərəf, həm Rusiya tərəfi, həm də İran tərəfi bunu etiraf elədilər ki, bəli, Rusiya bu proseslərdə demədilər orada, yəni kəşfiyyat məlumatları, amma deyir ki, yəni İran deməli Rusiyadan müəyyən dəstək alır. Aydın məsələdir ki, o dəstək içərisində yəni müəyyən belə deyil, İran üçün vacib olan, yəni bu günləri həyatı əhəmiyyət kəsb edən kəşfiyyat məlumatları da alır və nə qədər biz tənqid eləsək də indi müəyyən analitik məlumatlar da var da. İndi müharibə aparan tərəf bəzən müharibənin o elementlərini görməyə bilər. Görür, amma yəni dərindən təhlil eləyə bilməz. Amma bu günləri Rusiyada, Çində müəyyən belə deyək, beyin mərkəzləri var ki, onlar analitik olaraq bu prosesləri incələyirlər və İrana müəyyən belə deyək də dəstək olurlar ki, İran bu belə deyək də vəziyyətdə hansısa normal qərarlar versin, hansısa normal addımlar atsın. Yəni Birləşmiş Ərəb Əmirliklərinə yenidən zərbə endirilməsi, Bəhreyindən insanların təxliyəsi məsələsi, yəni bunlar açıq deyim ki, Amerikanın da hesablamadığı, onun tərəfdaşları olan yaxın şərqdəki ölkələrin də həqiqətən də indiyə qədər gözləmədiyi bir mənzərə var ortada. İndiyə qədər yəni belə bir vəziyyət yaranmamışdı. Hətta baxın, bu son günlər, hətta bu günləri yəni Türkiyə Müdafiə Nazirliyi bir açıqlama verdi. Yəni İncirlik hərbi bazası ilə bağlı. Yəni bir daha İranın diqqətinə və ümumiyyətlə proksi qüvvələrin diqqətinə çatdırıldı ki, İncirlik bu Türkiyənin hərbi bazasıdır. Bu Amerikanın hərbi bazası deyil. Yəni siz diqqət yetirdinizsə, orada bir daha, yəni belə deyək, xüsusi olaraq vurğulandı ki, Amerika hərbiçiləri İncirlik hərbi bazasında yerləşməsinə baxmayaraq, ora Amerika hərbi bazası deyil. İncirlik bu sırf Türkiyənin hərbi bazasıdır. Yəqin ki, mən nə demək istədiyimi siz başa düşdünüz. Çünki bilirsiniz, bu belə deyək də gərgin psixoloji məqamlarda İran generallarından, Sepah generallarından müəyyən gözlənilməyən hərəkətlər, gözlənilməyən addımlar da yəni biz görürük və yaxud da buna bəyanatlarda da rast gəlirik. Amma istənilən halda bu günləri İran reallığı da qəbul edir ki, bu günləri ABŞ, İsrail ittifaqı, yəni hava hücumundan müdafiə qüvvələri, yəni üstünlük təşkil edir. Texnoloji imkanlar ABŞ-ın, İsrailin və o digər, yəni ərəb ölkələrinin nə qədər başları biznesə qarışsa da, yəni onların texnoloji imkanları
daha yüksəkdir. Hava qüvvələri və yaxud da ki, o stealth tipli təyyarələr İranın, bilirsiniz necədir, o kabusuna çevrilib. Yəni, bugün səhər saatlarında bir maraqlı məlumat var idi ki, siz təsəvvür eləyin ki, bugünə qədər, yəni Amerika deməli hərbi hava təyyarəsi belə vurulmayıb. Yəni təsəvvür edirsiniz bu nə deməkdir? Amerika deməli bəyan eləyir ki, müharibə başlayandan bu yana İran tərəfi bir Amerika təyyarəsini belə bu deməli yaxın şərqdəki CENTCOM komandanlığın verdiyi məlumat idi. İran tərəfindən bir təyyarə belə vurulmayıb. Təsəvvür edirsiniz? Yəni orada Amerika qoşunları İran qoşunları üzərində üstünlüklərini bu şəkildə. Bunun özü də çox, yəni 2 həftə ərzində sən deməli bir dənə təyyarə vurmayasan, düzdür, bir ara qeyd elədilər İran tərəfi ki, F-15 təyyarəsini vurmuşu, amma sonradan təsdiqini tapmadı. Amma CENTCOM-un, yəni yaxın şərqdəki komandanlığın verdiyi məlumat ondan ibarətdir ki, yəni o təyyarələr o dərəcədə müasir tələblərə cavab verirlər və Amerikalılar da maksimum, yəni İran təhlükələrindən özünü neytral, yəni belə deyək də, qorumaq üçün bütün mümkün variantlardan istifadə edirlər. Ona görə bilirsiniz, bunun özü də çox vacib elementdir. Yəni müharibədə sən döyüş aparırsan, minlərlə təyyarə və yaxud da ki dron və yaxud da ki pilotsuz uçuş, kəşfiyyat avadanlıqları havada, hava məkanında dolaşır. Amma sən onların birini də belə deyək, vura bilmirsənsə, bu o deməkdir ki, sənin yəni havada imkanların o qədər də belə güclü deyil. Yeri gəlmişə sizin fikrinizin qüvvəsi kimi, davamı kimi, əlbəttə ki, bu bir müddət belə davam elərsə, İran biraz da zəifləyəcək. Çünki hava deməli döyüşlərində Amerikanın qoşunları istər-istəməz hər ötən gün, ötən həftədə müəyyən belə üstünlüyünü biraz da artırırlar. Biraz da arealı genişləndirirlər. Ona görə Amerika qoşunları mənə gəlir ki, İranın bugün əlbəttə ki, biraz da onlarda o bayaq qisas sözünü dedim, biraz da qürurları yol vermir ki, danışıqlara belə hazırlıqlarını bildirsinlər. Düzdür, dünən Amerika tərəfindən o Steve Witkoff, hansı ki, ötən gün deməli Miami'də Rusiya prezidentinin nümayəndəsi Dmitriyevlə görüşmüşdü. O bəyan elədi ki, biz İranla danışıqlara hazırıq. İran tərəfi də, amma heç bir halda Amerika ilə, xüsusən bu deməli Qalibaf tərəfindən daha çox parlamentin o spikeri tərəfindən səslənir, Ali Məhkəmənin rəhbəri də tərəfindən. İndi gözlənilir ki, yaxın 1-2 günə, yəqin ki, bugün də, sabahda, böyük ehtimalla mən bazar gününü təxmin eləyirəm, İranın yeni ali dini lideri bu Möçtəba Xəmneyi xalqa müraciət edəcək. İndi nə müraciət olacaq, biz onu görəcəyik. Çünki o yaralanandan sonra hələ xalq qarşısında bir dəfə də olsun çıxmayıb. İstənilən halda İran bugün çox çətin vəziyyətdədir. İran imkanları da yəni belə deyək, elə də geniş deyil. Amma yəni bu o demək deyil ki, İranlılar əvvəlki səhvlərindən müəyyən nəticə çıxarmayıblar. İndi bilirsiniz, bəzi dostlarımız da bu fikri aktiv şəkildə müzakirə edirlər ki, Amerika deməli quru əməliyyatlarına, yerüstü əməliyyatlara başlaya bilərmi? Məhdud belə deyək də sahədə, məhdud sayda ola bilsin. Amma bunu geniş miqyasda İran ərazisində istifadə etməsini mən düşünmürəm. İndi dostlar deyirlər ki, İranın o zənginləşdirilmiş uranını Amerika əldə etməyə çalışır, kəşfiyyat yolu ilə və yaxud da ki, nə bilim, xüsusi təyinatlar yolu ilə. Yenə də deyirəm ki, bu nə Venezuela deyil, nə Kuba deyil. Yəni buna da İran deyərlər. Çünki illərlə müharibə təcrübəsi olan bir dövlətdir və ötən il bu müharibədən onlar artıq bilirdilər ki, nə İsrail, nə də Amerika, yəni İrandan əl çəkməyəcəklər və onlar bu prosesin davamını gətirəcəklər. Necə ki, biz bugün artıq 2 həftə ərzində yaxın şərqdə baş verənləri
elə bir addımlığımızda, yəni baş verənləri açıq şəkildə görürük.